Salam, mən İlyas Əfəndiyev adına Elflər Gimnaziyanın şagirdi Nigar Bədalova. Bu da mənim komanda yoldaşım. Cahit Əsənli. Bu bizim RoboSoccer robotumuzdur. Evet. Robotun əsas idarə etmə sistemi Arduino üzərində qurulub və biz onu robotun daxilində yerləşdirmişik. Robotun hərəkəti üçün DC motorla istifadə etmişik. Enerji mənbəyi olaraq lityum bateriya istifadə etmişik. Kollaşdırma özümüz hazırlamışıq və robot topu uğurla izləyib və hərəkət elətdirə bilir. Robotumuzu flaska ilə əlaqə etmək üçün receiverdən istifadə etmişik və flaskayı pultu ilə idarə edirik. Robotun detallarını Tinkercad'də düzəldəndən sonra 3D printerdən çıxardıb birləşdirmişik. Diqqətiniz üçün təşəkkür edirəm.